Deməli, iş formalarını keçmişik, indi isə iş üsulları. İş üsulları. Gəlin iş formalarını qısaca yadımıza salaq. 1-3 yaşda istifadə olunan iş formaları hansılar idi? Kollektiv, Aha, birinci fərqdən başlayaq. Fərqli, yardım qruplarla, bir də kollektiv. Ay sağ olun. 3-6 yaşda isə Dördünlərdə istifadə olunur. fərqli, cütlərlə, qruplarla, bir də kollektiv. Bunu belə yadımıza saldıq. Hər birinin xüsusiyyətlərini də öyrənmişik. İndi bizə lazımdır iş üsulları. Demək, iş üsullarını da necə ki iş formalarında 1-3 və 3-6 yaşla dedik, iş üsullarını da 1-3 və 3-6 yaşla deyəcəyik. Biz nə demişdik? Bax, tədris məşğələləri erkən yaşlarda nə ilə əvəz olunur? Oyunlarla. İş üsulları da oyun formasında keçiriləcək. Necə ki, iş formaları bizə nə gəzintidə, nə yuxuda, nə oyunda lazım deyildisə, bizə nədə lazımdır? Sırf məşğələdə lazımdır. Bəli, məşğələdə və məşğələnin hansı mərhələsində daha çox istifadə olunur demişdik? Tətbiq etmədə, bəli. İş üsulları da eyni zamanda bizə lazım olacaq məşğələlərdə. Nə yuxuda, nə gəzintidə yox. Məşğələlərdə 1-3 yaşda istifadə olunanlar oyun formasında dediyim üçün deyəcəyik. Didaktik oyunlar 1. Bəli, didaktik oyunlar. İkinci, mütəhərrik oyunlar. Mütəhərrik. Üçüncü isə sujetli, rollu oyunlar. Yəni, keçdiyim məşğələni mən 1-ci və 2-ci kiçik qrupa bu formada tətbiq edirəm. Didaktik oyunlarla, nədir didaktik oyunlar? Öyrədici, müəllimləşdirici, xarakter daşıyır. Nədir mütəhərrik oyunlar? Hərəkətlilikdir. Nədir sujetli rollu oyunlar? Ay sağ ol, öz anasını, nənəsini, müəllimini, həkimi təqlid edir. Bu asandır. Bunu biz oyunlar mövzusunda onsuz da ki keçmişdik. Bizə lazımdır 3-6 yaşda istifadə olunan iş üsulları. Birinci növbədə əqli hücum, yəqin keçdiniz, deyil mi? Əqli hücum, bəli, tapmaca, şaxələndirmə, bəli, şaxələndirmə, sonra nağıl etmə, sonra müzakirə, sonra problemli vəziyyət, sonra suallar, oyunlar, bir də söz asosiasiyası. Baxın, 9, 1-3 yaşda istifadə olunan iş üsulumuz var. Əqli hücum, tapmaca, nağıl etmə, şaxələndirmə, müzakirə, problemli vəziyyət, suallar, oyunlar, söz asosiasiyası. Bunu bilirsiniz harada? Bunu bəlmələr yazır da, adətən plan dəftərində yazır ki, iş forması, tutaq ki, fərdi, kollektiv iş forması, iş üsulu, müzakirə, tapmaca, bunların istifadə edirəm məşğələni keçərkən. Yaxşı, bəs əqli hücum nədir? Bunların hər birinin açar sözlərlə öyrənməliyik. Əqli hücum, müxtəlif ideyaların toplanması. Əsas açar söz budur. Nə deməkdir müxtəlif ideyalar? Məsələn, uşaqlara deyirəm ki, ay uşaqlar, sağlam qalmağımız üçün nə etməliyik? Bu sualı verirəm. Məsələn, bəli. Tutaq ki, uşaqlardan biri deyir ki, müəllimə, sağlam qidalanmalıyıq. Biri deyir, idman etməliyik. Biri deyir, bəli, onlara da qulaq asıram. Biri də deyir ki, cips yeməliyik. Və yaxud da, məsələn, olur da, və yaxud da çox telefonla oynamalıyıq, kola içməliyik. Bəli, telefonla çox oynamalıyıq. Mən elə həmin anda onun səhvini tutmuram. Gözləyirəm, müxtəlif ideyaları toplayıram, sonda müzakirə aparıram. Bax, diqqətli olun. Sonda müzakirə sözünü görən kimi tez bir zamanda müzakirə iş üsulunu götürmürsünüz. Sonda müzakirə əqli hücuma aiddir. Doğru da olsa, yanlış da olsa fikirləri toplayıram, sonda müzakirə aparıram. Bu əqli hücumdur. Bu zaman uşaqlarda özlərində inam da formalaşır. Çünki onsuz da ki, müəllimə həmin anda onun səhvini tutmur da. Deyir, deyim, nə olar? Aydın oldu. Ona görə deyirik ki, özlərində inam formalaşır. Bəs tapmaca nədir?
Tapmacada uşaqlarda yüksək fəallıq olur. Yəni uşağın fəallığı o qədər yüksək olmalıdır ki, tapmacanın cavabını tapa bilsin. Məsələn, müəllimə deyir ki, o yanı qaya, bu yanı qaya, içində sarı maya uşaq nədir? Və yüksək fəallığı olan uşaq onu tapa bilər də, elə deyilmi? Eyni zamanda tapmacanın sxemini belə edəcəyik. Bir dənə bu iş formalarını silək. Tapmacanın bax sxemini çəkirəm. Məsələn, bir dənə kart asılır. Bax bu kartdır. Bu kartın arxası görünməyən tərəfdir, ön hissəsi isə görünən tərəfdir. Görünməyən tərəfinə yazıram qış fəsli. Bunu uşaqlar görmür, bunu asmışam. Qış fəsli yazıram. Bura isə şaxta baba çəkirəm, qar dərəcikləri çəkirəm. Deyirəm uşaqlar, söhbət hansı fəsildən gedir? Uşaq deyir, məsələn, qış fəsli. Kartı çevirirəm və doğru cavabı uşaqlar görürlər. Aydın oldu? Bu tapmacadır. Sonra şaxələndirmə. Şaxələndirmənin adı sizin qarşınıza hörümçək toru, bir də klaster kimi də çıxa bilər. Yəni, klasterdə desə şaxələndirmədir, hörümçək toruda desə şaxələndirmədir, şaxələndirmə də desə şaxələndirmədir. Bəs bu necədir? İndi şaxələndirmənin sxemini çəkirəm. Aha, məsələn, baxın, bura yumru bir, məsələn, dairə çəkirik, oldu. O işarələri ilə şaxələndirirəm. Mən deyim onu. Şaxələndirirəm, mücəddə izahını verək. Bura yazıram meyvə, oldu. Bura yazıram, diqqətlə baxın, alma, armud, it, pişik, lalə, nərgiz. Deyirəm, uşaqlar, şaxələndirmişəm. Gəlin onu ümumiləşdirək bir nəticəyə gələk ki, görək biz dairəyə nəyi gətirməliyik ox işarəsi ilə. Uşaq deyir almanı və armudu. Mən iti, pişiyi, laləni, nərgizi bu şaxəyə gətirə bilmərəm. Aydın oldu? Bu oldu şaxələndirmə, klaster. Bəs nəql etmə iş üsulu nədir? Nəql etmə eyni zamanda nağıl etmədir. Nağıl etmə. Nəql etmə iş üsulunda tərbiyəçi müəllimindən uşağa ötürülür. Yəni, mən tərbiyəçi müəllim olaraq danışıram, uşaq dinləyir. Uşaqda dinləmə bacarığı formalaşır. Nəql etmə metodunda yaxşıdır ki, mən maraqlı əyani vəsaitlərdən istifadə edeyim. Əyani, məsələn, resurslardan və yaxud da illüstrasiya, demonstrasiya, illüstrasiya nədir? Şəkillərdir. Demonstrasiya nədir? Video çarxlardır. Bunlardan, bəli, istifadə edim ki, uşaq üçün bu məşğələ maraqlı keçsin. Müzakirə. Bayaq dedim ki, əqli hücumda müxtəlif ideyalar toplanır. Burada ama ideya toplanır. Artıq müxtəlif sözü yoxdur. Sadəcə ideya və mövzu ətrafında söhbət var, təkliflər var, elə deyilmi? İndi müzakirə ilə əqli hücumun fərqi nədir? Əgər əqli hücumda uşaqlara deyirəm sağlam qalmağımız üçün neynəməliyik? Səhv də olsa, düz də olsa yığıram, sonda müzakirə aparıram. Amma müzakirədə sağlam qalmağımız üçün neynəməliyik deyəndə, desək ki, normal qidalanmalıyıq, deyirəm, ay sağ ol, düzdür. Desək ki, yox, telefonla çox oynamalıyıq, deyirəm, yox, olmaz. Elə həmin anda ona reaksiya verirəm. Aydın oldu? Ay sağ ol, elə həmin anda. Çünki müzakirədə müzakirə aparıram özüm üçün. Bəs problemli vəziyyət nədir? Problemli vəziyyət də müzakirəyə bənzəyir, amma fərq nədədir? Problemli vəziyyət qruplarla iş forması kimi aparılır, qruplarla. Əgər burada kollektiv hamıya suallar verirdimsə, problemli vəziyyətdə uşaqları 4-5 nəfərlik stollara bölürəm. Bir problem, bura deyirəm alma, armud, bura deyirəm heyva. Uşaqlara deyirəm ki, hər biriniz bu mövzu haqqında danışın. Aydın oldu? Bax, bu problemli vəziyyətdir. Problemli vəziyyətdə mütləq əyani vəsait var. Müzakirədə yoxdur, söhbət aparıram. Amma problemli vəziyyətdə mütləq əyani vəsait olmalıdır. Aydın oldu, resurslar olmalıdır. Suallar. Suallar uşaqlarda idrak fəallığını formalaşdırır. İdrak inkişaf edir. Sual verirəm, düşünür, cavab verir. Bu asandır. Sual verirəm, düşünür, cavab verir. Və sual sayı 3-4-dən çox olmamalıdır. Uşaq yorulmamalıdır. Aydın oldu. Oyunlar nədir? Oyunlar da, yəni oyun oynayır. İstər süjetli rollu oyun olsun, istər təqlid etmə, istər didaktik olsun. Oyunların, əgər burada 3 oyunun adını vermişəmsə, burada bütün oyunlara aiddir artıq. Aydın oldu. Sonra söz asosiasiyası nədir? Məşğələnin aktuallaşdırma mərhələsini eşitmişsiniz
bilirsinizmi? Bəli. Nədə aktuallaşdırma? Mövcud bilinç. Ay sağ ol, səsləndirilib aşkara çıxarılmasıdır. Söz assosiasiyası da budur. Bax, nədir söz assosiasiyası? Mənim əvvəlki mövzum iş formaları idi, elə deyilmi? Söz assosiasiyası iş üsulunu aparanda, əvvəl iş formalarından sizə sual verdim, cavab aldım. İş üsullarının izahını verməmişdən əvvəl, iş üsulları haqqında sizə sual verirəm. Görüm, siz nəyi bilirsiniz? Aydın oldu. Məşğələlərdə də, bəli. Əgər mən, tutaq ki, meyvələri, ay sağ olun. Məsələn, mən meyvələri və belə deyək də, kollarla ağacları, kollarla ağacların adlarını uşaqlara öyrətmişəm. Gəlib adlarını soruşuram, hələ fərqini öyrətməmişəm. Sonra fərqindən sual verim ki, görün mən öyrətməmişəm əvvəl o nə bilir, onun qabında nə var? Bax, söz assosiasiyası budur. Yəni, əvvəl bildiklərini xatırlatmaq və yeni öyrənəcəkləri haqqında əvvəlcədən müəyyənləşdir. Bəli, məlumat almaq. Və salam, iş üsulları Mövzu budur. haqqında sual verirsiniz. Birinci Aha. Sonra keçəcəyim mövzu, sonra keçirəm o mövzunu. Əvvəlkindən də sual verirəm, keçəcəyimdən də sual verirəm, sonra mövzunu keçirəm. Aydın oldu? Bir də təkrar edək. İş üsulları. Keçirdiniz. Əslində bunları ənənəvi deyirik ki, ənənəvi müasir deyirik də, metodikadan başlayalım. Ənənəvidə bunların hamısını keçmişsiniz. Sadəcə adlarını indi öyrənirik. Aydın oldu. İndi gəlin, bir təkrar edək. İş üsulları 1-3 yaşda hansılar oldu? 3-6 yaşda. Əkli Söz assosiasiyası. Didaktik oyun nə xarakter daşıyırdı? Öyrədici. Mütəhərrik oyunlar çarpışır. Süjeti rollu oyunlar. Ay sağ olun, bəli. Əqli hücum nə idi? Necə idi əqli hücum? Yadınıza salın. Müxtəlif ideyalar. Soruşuram. Ay sağ ol, səhv də olsa. Sonda müzakirə aparıram. Tapmaca nə idi? Yüksək fəal. Ay sağ ol, kart asılır, görünən tərəf, görünməyən tərəf. Şaxələndirmə nə idi? Dairə çəkirdi. Ay sağ olun, heyvan adı, günə gül adı. Sonra o dairəyə gətirilən həmin quşdur. Nağıl etmə tərbiyəçidən müəlliməyə ötürülür. Müzakirə həmin anda reaksiyalar verilir. Bir mövzu ətrafında müzakirələr aparılır. Əminə mənim səsiniz çıxmır. Problemli vəziyyət necədir? Qruplarla iş forması kimi aparılır. Ay sağ olun. Bəli, işlər verilir. Suallar idrak fəallığıdır. Suallar verilən oyunlar ayrı söz assosiasiyası da xatırlatmadır. Bəli. Söz assosiasiyasında assosiativ şəkildə mövzuları uşaqların yadına salırıq. Və salam. Bəli, xatırlatma. İş üsulları bu qədər.